Mən Ağdam rayonu Şübabalı kəndində doğulmuşam. Atam dülgər olub. Deməli, fəhlə ailəsində doğulmuşam. Orada orta məktəbə getmişəm. Orta məktəb qurtarandan sonra Sovet ordusunda hərbi xidmətə getmişəm 85-ci ildə. 87-ci ildə xidmətim başa vurub Azərbaycana qayıtmışam. 88-ci ildə gəlmişəm kəndə, yanvar ayına. Yanvarın 5-6-sı. Elə mən kəndə gələndən bir ay sonra bu Qarabağ məsələsi başlayıb. Mən elə bu hadisələr başlayana qədər ümumiyyətlə erməni ilə bizim konfliktimiz haqqında mənim heç bir məlumatım yox idi. Bir Ağdamlı olaraq erməni kəndi ilə yaxın idarələrimiz. Əskərən, Naxçıvani, bax bizə yaxın kəndlərdir. Heç o vaxt bilməzdik ki, yəni belə məsələlər olar da, bizə bunlar düşmən kəsilərlər, bizi öldürərlər, bunların işğal niyyətləri olar. Və günlərin bir günü bəlli oldu ki, bunlar Xankəndində Mithasum adında bir çağırışlar eləyirlər, Mithasum, mitinq eləyirlər Xankəndində. Ondan sonra və başlandı bizə qarşı düşmənçilik, qonşuluqda. Məsələn, bizi görəndə, biz o tərəfə gedəndə indi baxmadı, Ağdamdan Şuşaya gedirsən ora, daş atırdılar, bizim uşaqların qadına üzrə belə tüpürürdülər. Və beləcə başladı münaqişə. Sonra Ağdamdan Əskərənə bir yürüş var, məşhur bir yürüş. Mən orada iştirak elədim. Yəni axırda gəldim, cəmaət qəzəblənmişdi ki, Xankəndində niyə mitinq eləyirlər də. Biz belə şey görməmişdik ki, qonşuyuq burada, nə istəyirlər bunlar. Bax, belə bu fonunda bir gərginlik yarandı. Ağdamdan Xankəndinə bir yürüş oldu. Dinc. Mən o aksiyanın hay düşdü ki, yürüyüşü var, gəldim, axırına çatdım. Üzə mən çatanda Əli ilə Bəxtiyar həlak olmuşdu, şəhid olmuşdu, ermənilər vurmuşdu orada. Bu yaxınlarda keçən ilin intervyusunda Vitali Balasanyan deyir ki, mən öldürmüşəm Əli ilə Bəxtiyarı, ilk şəhidlərimizdir, onun müsahibəsi var. Bu ilk qanı idi, Qarabağda bu ilk qanı idi. Bizim qonşu kəndlər var idi də, Kirvəli İnstitutu var idi axı bizdə əvvəllər. Əlaqə olurdu, cəmaət gedir ki, bu nədir belə? Ermənilər gecə ilə gəldilər, bizə deyirdilər ki, o yerli ermənilər. Bizlik deyil, Yerevandan, Suriyadan, Livandan, Fransadan, nə bilim, oradan-buradan saqqallılar gəlir. Sonradan onlara bayavik dedilər. Onlar bizi məcbur eləyir ki, Azərbaycanlarla danışmayın, qoymayın bura gələ. Azərbaycanlı uşaq görəndə döyün, daş atın, üzünə tüpürün. Bax, belə proses başladı, paralel olaraq. Bizə xoş münasibət bəsləyən erməniləri o saqqallar incidirdi. Hasar saxlayırıq, evimizin hasarını durur. Mən üzr istəyirəm, mənim o qədər informasiyam var ki, bu 30-40 dəqiqə sığası deyil. Ona görə mən xırda-xırda danışıram. Bəzi şeylər var, istəyirəm elə intervyuya getmədi, qardaşla söhbət edeyim deyim. Çünki buna onu heç kəs danışmayacaq. Mən Texnikumda oxuyurdum Ağdamda, İnşaat Texnikumunda. Mənim oxumaq həvəsim vardı ki, mən ali təhsil alım. Mən Ağdamda İnşaat Texnikumda oxuyurdum, 88-ci ilin sentyabrında girdim. Və arzularım var idi ki, sonra institut oxuyum, ailə qurum, öz düşüncələrim var idi. Və 88-ci ildə girdim, 91-ci ildə Texnikum qurtardım, qırmızı diplomla. Məni göndərdilər Rusiyanın Kostroma şəhərinə ali təhsil almağa, institut oxumağa 91-ci ildə. Amma batalyon yarandı. Ağdamdakı oduydu, hər gün ermənilər atırdı, hər gün insanları gülləliyirdi. Mən özüm də tələbə olaraq öz kəndimizi qorumaq üçün əlimizdə silah postlarda dururduq. Ki, erməni gəlib arvad uşağı öldürməsin. Heç olmasa haysalaq arvad uşağı çıxardaq da bu nöqteyi nəzərindən. Və həmən ərəfənin sonunda 91-ci ildə batalyon yarandı. Batalyon yarandı, mən getdim batalyona döyüşməyə. 93-cü ilin fevralına qədər öz batalyonumuzdan müxtəlif döyüşlərdə olduq, kəndlərimizi qoruduq Ağdamı. Və orada 2 dəfə miniyə düşmüşəm, 2 dəfə yaralanmışam. Bir dəfə tank əleyhinə miniyə düşmüşəm. Bir dəfə də piyada miniyə düşmüşəm. Və bunları niyə deyirəm? Çünki bunlar vacib məsələdir. 93-cü ilin fevral ayında müharibədə aldığım yaralara görə məni ordudan tərxis elədilər. 88-89-cu illərdə bu Baradatilər deyirlər, bu saqqallılar Qarabağa gələndə bu ermənilərlə onların arasında xırda konfliktlər olur. Bizim kənddə bir yaşlı kişi var idi, qonşu erməni kəndindəki bir erməni ilə dost duydular. Bu axsaq bir günləri pay düşdü ki, bunlara bir erməni gəlib. Bu bizim axsaqqalı tərəf.
Biz də cəbhəçi idik də o vaxt hərəkat uşaqlarda. Bu erməni nədir burada? 88-89 idi. 88-89-cu il idi. Güldük ki, bu erməninin nəysə çox gərginlik oldu. Bu adam da dedi ki, mənim qonağımdır filandı. Sonra bəlli oldu ki, bizim o qonşu kəndlərdən, indi unutmuşam, Naxçıvan, Pirizamal, Aranzəmən, Ağbulaq, Dəhraz, orada kəndlər çox. Onun birində o saqqallıların biri gəlib bunların evində qalan erməninin. Gecə yeyib içib bunun qızını zorlayıb. Erməninin. Həmin bu erməni o saqqallını biləndən bir gəlib ki, qızını zorlayıb da bunu. O saqqallını öldürüb. Öldürəndən sonra qızı da, oğlu da, arvadı da 2-3 nəfər. Onları götürüb, qaçıb gəlib bizim kəndə. Həmən o ağsaqqal bizim kənddə dostluq elə ki, məni öldürəcəkdilər, buradan məni xilas elə. Sonra o vaxtı onu Azərbaycanın bu xalq hərəkatı vardı, Ağdamda da var idi. Rəhmətli Eldar Bağırov. Allah verdi Bağırov var, milli qəhrəman, onun qardaşı. Mən bilən onların xətti ilə o ermənini ailəli isyanı Ağdamdan çıxartdılar. Onlar dinc adamlar. Gətdilər Bakıdan yola saldılar, getdi. Kəndimiz işğal olunanda, Ağdam işğal olunanda mən xəstəxanada idim. Mən yaralıydım, səhhətim yaxşı deyil idi. Həmən ərəfədə Ağdam işğal olunanda mən Moskvada Banisiyada olmuşam. Mən dediyim kimi xəstəxanada idim, Moskvada idim. Ondan sonra gəldim ki, bacımgil Bakıya köçüb yataqxanaya. Ailəli idi bacımın, 3 qızı var idi. Atam, anam, o evdəki qardaşım, ailəsi isə Ağzəvədi rayonuna, Ağdamdan sərhəd olan Ağzəvədi rayonuna köçmüşdülər. Hər gün gözləyirdik ki, indi qayıdacağıq, sabah qayıdacağıq Ağdama. Məsələ belə oldu ki, 93-cü ildə ki, mən gəldim, evimiz yox, yandırılıb, işğal olunub, qalmışıq çöllərdə, mən özüm də yaralıydım, mən balisiyalardaydım. O balisiya, bu balisiya, o balisiyalarda döyüş yoldaşlarımı gördüm. Birinin qılçası yox, birinin qolu yox, birinin gözü yox. Bəziləri intihar eləmək istəyirdi. Mənim döyüş yoldaşım vardı, bir gözü yox idi. Bu intihar eləmək istəyirdi. Onu qoymadım intihar eləməyə. Belə təşkilat yarandı, Qarabağ Əlillər Cəmiyyəti. Daha doğrusu mənim onunla xəbərim olmadı, yaranmışdı. Birinci getib çıxdım ora, o uşaqları, döyüş yoldaşlarımızdan təmas qura-qura, onların problemlərindən məşğul olub, getdim çıxdım ora. 93-cü ildən getdim cəmiyyətə, 94-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin üzvü oldum və başladıq müharibə əlilləri, şəhid ailələri, veteranların problemləri ilə məşğul olmağa. Stop. 2007-ci ildə isə mən özüm minaya düşdüyümə görə, mina qurbanı olduğuma görə, 2007-ci ildə isə bir təşkilat var. Bizim bu Azərbaycanda minadan zərər çəkənlər İctimai Birliyi. Bu ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə yaradılıb 2007-ci ildə. Və məni ora sədr təklif elədilər. Mən həmən o mina təşkilatına sədr gəldim 2007-də. 2007-yə qədər isə Qarabağ əlilləri, şəhid ailələri, veteranlar və məcburi köçkünlərin problemləri ilə məşğul olmuşuq. Bu müxtəlif mərhələlər keçdi. Yəni birbaşa gəlib çıxmadıq. O mərhələləri xeyli problemlər var idi. Amma bu günləri ölkə prezidenti İlham Əliyev, ölkənin birinci vitse-prezidenti Mehriban xanım bu insanlara diqqət və qayğı göstərmək də qərarlıdırlar. Bunlar istəyirlər ki, bu insanlar hər cür təminatını alsınlar. Ölkənin prezidenti Cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım istəyir ki, şəhid ailəsinin, qazinin heç bir problemi olmasın. Və bunun üçün də ölkəmizin kifayət qədər vəsaiti var da, vəsait də ayrılır. Təminat da gedir. Dövlət heç bir şəhid ailəsini, heç bir qazini diqqətdən kənar qalmasını istəmir. Dövlət istəyir ki, onlara sahib çıxsın. Onların, bax, mən deyim sizə, 1997-ci ildən başlayaraq onlar şəhid ailəsi və Qarabağ əlilləri mənzilə ehtiyac olan şəxslərə mənzil verilir. Minik avtomobilləri verilir, hərəkət məhdud olan, ayağında problem olan da belə adamlara. Və reabilitasiya mərkəzləri var. 1994-cü ildə mənim təmsil olduğum təşkilat Qarabağ Əlillər Cəmiyyətinin rəhbərliyi 1994-cü il 18 avqustda rəhmətli Heydar Əliyevlə görüşdü. Və bütün problemləri biz ona dedik, o 193 saylı fərman imzaladı. 8 bənddən ibarət. Orada şəhid ailələri, müharibə əlillərinə evlərin verilməsi, yəni təbii ki, ehtiyacı olan şəxslərə,
Yəni kim ki evi yoxdur, onlara evin verilməsi üçün vəsait ayrıldı, fərman verdi. Maşınların verilməsi, protez ortopedik mərkəzin yenidən qurulması, çox böyük vəsait ayrıldı o vaxt üçün ora. Sonra biz müharibə insanlarına xidmət göstərəcək xüsusi bir aptek yaradılması və s. Eyni zamanda da bizim pensiya təminatımızla bağlı çox vacib sərəncam imzaladı prezidentimiz. Sevindirici haldır ki, ondan sonra hakimiyyətə gələn İlham Əliyev də onu davam elətdirir və yaxşı formada, daha yaxşı şəkildə. Mən ümumiyyətcə çox inanırdım ki, bizim torpaqlar azad olunacaq. Amma açığı 2007-ci ildə Mübariz İbrahimovun dəfnində bizim bir qəhrəman əsgərimiz şəhid oldu. Mübariz İbrahimov, milli və. Onun dəfnində İlham Əliyev çıxış elədi, prezident. Ondan həmən gündən mənim qəlbimdə o inam gücləndi ki, biz qayıdacağıq. Və bütün dostlara, tanışlara, mənim ümumiyyətlə baxışlarımda, yəni mən özüm həmişə çox radikal, emosional adam olmuşam. İlham Əliyevin ki, o 2007-ci ildəki çıxışından sonra hər şey, insan qəlbi ilə hiss edir də. Mən hamıya dedim ki, biz o yurda qayıdacağıq. Oktyabrın 24-dən, bax burada, bu otaqda mən baxdım qalan hadisələrə. Şuşanın azad olunmağını mən televizordan qabaq bilirdim. Çünki orada bizim uşaqlar var idi. Biz bilirdik ki, artıq Şuşa azad olunub və prezidentin elan edilməsini gözləyirdi. Bax burada mənim oğlum şəkil də var, indi tapa bilmirəm. Telefondan seçdim. Gəldi orada prezidenti öpdü. Onda 4 yaşı vardı, Qayanın 6 yaşı var o vaxtda. Və buradan sevindik, yoldaşım mən, ağladıq burada ki, Şuşa azad olundu, finish. Mən tənqidçi adam olmuşam. Hakimiyyəti də, prezidenti də həmişə tənqid edən adam olmuşam. Mənim jurnalistika fəaliyyətim də var, mən həm də jurnalistəm. Mən həmişə tənqid edən olmuşam. Amma bu günləri, bax, yolla gedək, qəfildən mən görəm ki, bizim prezidentimizdə biri güllə atır. Mən sinəmi qabağa verməsəm namərdəm, pis adamam. And olsan Allaha özümü atarım qabağa ki, bizim prezidentə güllə dəyməz. Çünki mən qürur duyuram. Mən uşaq deyiləm, dünyanı bax, görürük, dünyada nə baş verir. Bizim Azərbaycanımızı həm torpağımızı azad edib, həm Azərbaycanı qoruyur. Belə açıq danışaq. Bir tərəfimiz Rusiya, bir tərəfimiz İran, bir tərəfimiz Ermənistan. Yəni, ətrafımız bizim, yəni, belə deyək də, Azərbaycanı didməyə, parçalamağa hazır olan dövlətlərdir bunlar. İndi üzdə hamısı görürdü, siyasətdir. Siyasətdə bir gün belədir, amma dünən düşmən olmuşuq. Bunların içərisindən Azərbaycanı bu qoruyur. Ağlı ilə, düşüncəsi ilə. Ağıl, düşüncə vacib şeydir. Bu ağlı ilə, düşüncəsi ilə, cəsarəti ilə Azərbaycanı qoruyur. Və bu günlərdə mən həqiqətən deyirəm, tam səmimi deyirəm, uşaqlar, sizin üçün də deyirəm, amma Allah haqqı görəm ki, prezidentə güllə atırlar, sinəmi qabağa verməsən namərdəm. 94, 95, 96, 97-ci illərdə bizə verilən protezləri gəzdirmək olmurdu. Elə ağır idi, primitiv idi, uşaqların ayağını əzirdi. Bu günləri bizim qazilərə dünyanın ən müasir protezləri verilir. Təkcə. Mən bu veteranların müəyyən problemi var. Mən danışıram müharibəliləri, daha çox bu 50-lərlə bağlı mən görmüşəm, şəhid ailələri ilə. Amma yəni adam olan demək lazımdır da, buna tərcümə edeyim. Bax, bilirsən, mən təhsilli adamam. 57 yaşım var. Mənim üçün hər şeydən öncə dövlətdir. Vətən, yurt, dövlət, millət.